Bu uğurlu seriya bir gün qırılmalıydı. İllər uzunu 12 il boyunca Qarabağ komandası Avroliqaların qrup mərhələsində, liqa mərhələsində mübarizə apardı. Artıq öyrəşmişdik. Ən az dekabr, yanvar ayına qədər Qarabağın iştirakı ilə Avrokubokları seyr edirdik və həyəcanlanırdıq, sevincə qərq olurduq, sevincə boğulurduq. Qarabağ komandası bu illər ərzində bizə çox sevinç yaşatdı və bu günə qədər də yaşadırdı əslində. Twente ilə maçın son dəqiqələrinə qədər Qarabağ komandasının konferans liqasına allayacağını gözləyənlər az deyildi. Heç olmasa konferans liqasında komandamızı görmək istəyirdik, amma Avropa liqasında penalti seriyasında CSKA Sofiyaya məğlub olandan sonra bəzi azarkeşlərin fikrində, düşüncəsində bu formalaşdı ki, Qarabağ liqa mərhələsində qala bilməyəcək. Amma bugün hər şey real oldu, bu fikirlər öz yerini aldı. Qarabağ komandası bu mövsüm Avrokuboklarda olmayacaq. Ötən mövsüm Şampionlar Liqasının play-offunda yarışan bir komanda bu il ümumiyyətlə konferans liqasında belə oynaya bilmir. Qarabağ əvvəlki kimi deyil, bir balaca problemlər var, zəifləyib, öz oyununu tuta bilmir. Əvvəlki Qarabağ hələ ki yoxdur, görsənmir. Hər bir halda bu illər ərzində Qarabağ komandasının bizə yaşatdığı sevinç üçün onlara təşəkkür edirik. Azərbaycan futbol tarixində adını qızıl hərflərlə yazdırılmış Qarabağ rəhbərliyi, baş məşqçisi, futbolçuları təbii ki, heç zaman azarkeşlərin xatirindən silinməyəcək. Ümid edirik ki, növbəti mövsümdə Qarabağı daha güclü görəcəyik.